Xoş gördük. Mərhəmətli və rəhmli olan Allahın adıyla başlayıram. Bugünkü mövzumuz İslam dinində ən böyük günahlar içərisində ən iyrənc və əxlaqsız günah olan həmcinsbaşlıq haqqındadır. Bu əməl, üzr istəyirəm, kişinin kişi ilə, qadının da qadın ilə cinsi əlaqəsi barədədir. Bildiyimiz kimi bu əməl İslam dinində ən iyrənc hərəkət hesab olunur. İnsanlığın Allah tərəfindən insanlığa göndərilmiş ən böyük bəla, ən böyük dəhşətli cəza da bu əməl barəsindədir. Bu əməl bizə gəlib çatan məlumata görə ilk dəfə Lut Peyğəmbər əleyhissalamın zamanında insanlar kütləvi bu əməllə məşğul olmuşlar. Lut Peyğəmbər bildiyimiz kimi İbrahim Peyğəmbərin qardaşı oğludur və o Sədum xalqına Peyğəmbər göndərilmişdi. Lakin Lut Peyğəmbər o tayfadan deyildi. Onun həyat yoldaşı o tayfadan idi ki, hansı ki qadın Lut Peyğəmbərə iman gətirməmişdi və həmin tayfaya xəbərçilik edirdi. O gündüzlər tüstü şəklində od qalayırdı və axşamlar isə yanar, odlu ocaq qalayırdı və bu şəkildə tayfasına Lut Peyğəmbər əleyhissalamın evinə qonaq gəldiyini xəbər verirdi ki, hansı ki bu ümmətə gələn, bu tayfaya gələn bəlanın içərisində həmin qadın da var idi, o kafir idi, lakin onların pozğun işlərindən uzaq idi. Əməlin ümumiyyətlə ən iyrənc əməl, ən böyük günahlardan olmasının dəlili çoxsaylı Quran ayələridir və aşkar şəkildə Allah Taala'nın bu əməli ən iyrənc iş adlandırılması və Peyğəmbər əleyhissalamın onun ən böyük günahların içərisində göstərməsidir. Quran-ı Kərimin Əl-Ənkəbut 29-cu surəsinin, Hörümçək surəsinin deməli 28-29-cu ayəsində Allah Taala bildirir ki, ya Rəsulum Lutu da yad et. Bir zaman o öz qövmünə demişdi, doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz. Həqiqətənmi siz şəhvətlə kişilərə yaxınlaşır, yol kəsir və məclislərinizdə bir-birinizlə çirkin iş görürsünüz. Göründüyü kimi Allah Taala burada bir tarixi gerçəkliyi də bizə çatdırır ki, deməli, bu ümmətdən qabaq heç bir ümmət bu şəkildə kütləvi əxlaqsızlıqla məşğul olmamışdır və bu işi ən çirkin işi adlandırır Allah Taala. Ona görə də Peyğəmbər əleyhissalam da bu işi yerin, göyün, bütün ümmətlərin, mələklərin lənətlədiyi iş adlandırmışdır. Lut qövmü Sədum xalqı adlanırdı. Onların deməli Sədum və Qamorra şəhərləri var idi. Bu yer Lut Peyğəmbər əleyhissalamın göndərildiyi bu tayfanın yeri hazırki İsrail dövləti və İordaniya sərhəddi boyunca uzanan Lut gölü və onun bir adı da Ölü dənizdir və bu dünyadakı ən şorduzlu göldür ki, xırda mikroorqanizmlərdən başqa heç bir canlı burada yaşamır. Bu gölün altında aparılmış arxeoloji tədqiqatlarda alimlər burada zaman-zaman vulkanik partlayışların və zəlzələlərin olduğunu aşkarlamışlar və Quran ayəsində Allah Taala bildirir ki, o yurdun altını üstünə çevirdik. Yəni, o birbaşa yerə gömüldü, həmin yurt, həmin məkan və Quranda Allah Taala Hud surəsinin 82-83-cü ayələrində bildirir ki, Lut tayfasının məhvi barəsində əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bərk daşlar yağdırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş. Yəni, bu o deməkdir ki, Peyğəmbər əleyhissalamdan da soruşmuşlar ki, səhabələr, ya Peyğəmbər nə əlamət qoyulmuşdu? Həmin daşların o yurdun üzərinə Allah Taala bərk gildən bişmiş daşlar yağdırmışdı, həm də və hər bir kafirin üzərinə
onun öz adı yazılmışdı ilahi dərgahda və bu Quran ayəsi ilə də sabitlik gördüyümüz kimi Allah dərgahında əlamət qoyulmuş demək. O deməkdir ki, bunun izahını Peyğəmbər əleyhissalam bu şəkildə vermişdir ki, hər birinin adı yazılmışdır. Bu şəkildə də həmin ümmət həlak oldu. Onlar Peyğəmbərin digər hədislərindən kütləvi surətdə bu əxlaqsızlıqla məşğul olurlar. Kişinin kişi ilə cinsi əlaqəsinə üzr istəyirəm, livat deyilir və Quranda bu haqda danışılır. Qadının qadınla əlaqəsi yalnız Peyğəmbər əleyhissalamın hədislərindən bizə məlumdur ki, bu da eyni ilə həmin eyni cinslərin cinsi əlaqəsi hesab olunur və ən böyük günahlardandır. Bundan sonra Lut Peyğəmbər əleyhissalamın qövmünün eyni ilə bir qövmündə var idi. Bu İtaliyada yerləşən Pompey şəhər cəmaatı idi ki, bu işlə kütləvi surətdə məşğul olurdular. Onlar Roma İmperiyasının İtaliyada Vezuvi vulkanının püskürməsi nəticəsində bu cəmaat deməli vulkanın və lava külünün altında qalmışdılar və şəhər olduğu kimi saxlanılmışdı. Bu 18-ci əsrin əvvəllərində bu şəhəri kəşf etdilər. 1950-ci ildə təmizləyib demək olar ki, dünyada açıq hava muzeyi kimi fəaliyyətə başladı. Bu yer günümüzdə də istəyənlər müxtəlif platformalardan axtarıb bu şəhərdəki göstərilən həqiqətlə tanış ola bilərlər. Deməli, həmin Lut Peyğəmbər əleyhissalamın qövmünün məşğul olduğu eyni ilə həmin irgənc hərəkətlər insanların kütləvi surətdə bu hərəkətlə məşğul olmağı və həmin zaman Allahın bəla göndərməyi nəticəsində həmin şəhər məhv olmuşdu və Allah Teala Quran-Kərimin bir ayəsində buyurur ki, gələcək nəsillərə ibrət olsun deyə onları bu şəkildə saxladıq. Yəni bu həqiqətən müasir dövrümüzdə gözümüzün qarşısında və əlimizdəki mobil telefonlarla istədiyimiz an biz bunun şahidi ola bilərik və Pompey şəhərində bu dəqiqə açıq şəkildə nümayiş etdirilən bu muzeydə biz kişilərlə üzr istəyirəm, analarımızdan, bacılarımızdan, qadınla əxlaqsız hərəkətlərinin biz onların müxtəlif iğrənc pozalarda və hətta bunlarda uşaqlar da iştirak etmişdilər. Bu əyləncələrdə kütləvi surətdə insanlar bir yerdə bu işlə məşğul olduqları zaman onlara ölüm gəlmişdir. Bu əvvəllər vulkan nəticəsində yaranan ölüm hesab olunurdu ki, halbuki alimləri çoxdan düşünürdü ki, həqiqi hər bir insan bunu dərk edə bilər ki, bu necə ola bilər? Vulkan püskürəndə bu saatlarla vaxt çəkir və həmin tutaq ki, lap dəqiqələrlə olsun, necə ola bilir ki, vulkan gəlir, ərinmiş lava gəlib şəhərə çatır, şəhərdə evlərə daxil olur, evlərdə həmin insanlar bu vəziyyətdə bir-birindən ayrılmadan bu insanları olduğu şəkildə saxlayır. Bu heç cür ağla və məntiqə sığan bir şey deyildi. Bunu sübut edə bilmirdilər. Sonradan alimlər aparılmış tədqiqat nəticəsində sübut etdilər ki, vulkan bu insanların ölüm səbəbi olmamışdır. Onların, hörmətli dinləyicilər, Quranda həqiqətən də çox möcüzəli bir ayə var və onların ölməsi olduğu şəkildə tibbin sübut etdiyi şəkildə həyata keçirilmişdir. Bu bir qışqırıq şəklində həyata keçirilmişdir və elm sübut etmişdir ki, onların ilk növbədə qulaqları və beyinləri partlamışdır. Yəni, ilk partlayan orqan onların qulaqlarının pərdəsi olmuşdur ki, onlar yerində donub qalmışdılar. Bundan sonra ölümün müəyyən zaman keçdikdən, müddət keçdikdən sonra həmin lavaların, vulkan külünün gəlib şəhərə girməsi və onları bu şəkildə daşlaşdırması nəticəsində dövrümüzə qədər bunların bu hərəkətləri açıq şəkildə gəlib bizlərə çatmışdır. Deməli, Quranın Əl-Hicr surəsinin 15-ci surə 73-cü, 74-cü ayəsində Allah Teala bildirir ki, şəfəq doğanda o dəhşətli səs onları bürüdü. Onların altını üstünə çevirdik və başlarına oddan bişmiş gildən bərk daşlar yağdırdıq.
Göründüyü kimi deməli bu səhər çağında olmuşdur və bu dəhşətli bir səs olmuşdur ki, Peyğəmbər əleyhissalama səhabələr sual vermişlər ki, ya Peyğəmbər, o nə dəhşətli səs olmuşdur. Peyğəmbər əleyhissalam da buyurmuşdur ki, bu Cənab-ı Cəbrailin qışqırığı idi. Bildiyimiz kimi Cənab-ı Cəbrail bütün mələklərin böyüyüdür və onun qışqırığı nəticəsində bu insanların qulaqları və beyinləri partlamışdır və bu şəkildə ölüm hətta dəqiqələrə deyil, əgər dəqiqələr olsaydı, bu mənim sözüm deyil, bu elmin sübut elədiyi, gəldiyi qənaətdir ki, bu nanosaniyədə baş vermişdir və elə bir anın içərisində baş vermişdir ki, onlar bir-birindən ayrılmadan bu vəziyyətdə olduğu şəkildə, yəni gördükləri iyrənc işin başında bu şəkildə donmuşlar və ölmüşlər. Ölüm onlara bir anda gəlmişdir və onlar olduğu şəkildə ölüb gələcək nəsillərə ibrət olsun deyə saxlanmışlar. Deməli, günümüzdə də bu əməllər əfsus ki, əvvəlki dövrlərdən də daha da pis şəkildə davam etməkdədir, geniş vüsət almışdır. Biz əvvəlki çıxışlarımızda da dedik ki, dünyanı yönəldən qüvvələrin dini yoxdur. Onlar bu işi məqsəd yönlü şəkildə gey adlanan kişilərin ümumiyyətlə media quruluşlarında problemsiz olaraq işlə təmin edirlər və bütün dünyada həmin qlobal güclər kiçik ölkələrə təsir etməklə, onları məcbur etməklə bu işləri yayırlar. Həmin gender bərabərliyin də qərbdən bizə gələn qadın və kişilərin bərabərliyi də absurddur. Ümumiyyətlə dində belə bir şey yoxdur. Bunu gələcək inşallah mövzularımızda biz bu barədə danışacağıq. Yəni ailə institutuna ilk növbədə insanların əxlaqına, cəmiyyətin əxlaqına, düzgün davranış, düzgün yaşam tərzinə onlar bu şəkildə ziyan vururlar və bu nə deməkdir? Bu sərhədsiz, hörmətli dinləyicilər, bu sərhədsiz şəhvət, sərhədsiz istəklər ideyasının həyata keçirilməsidir, ideologiyasıdır ki, bunun da nə qədər böyük bir iyrənc olduğunu yəqin ki, hər kəsin anlaması çətin deyil. Bu nə deməkdir? Bilməyənlərə izah edim ki, şəhvətin özünün sərhədləri vardır. Bir insanın, bir kişi üçün şəhvətin sərhədi onun məhrəmlərində bitir, məhrəmlərinin yaxınlaşılması və onun fikrində belə qırmızı cizgi ilə bitir və məhrəm insanın öz anası, bacısı, qızı, xalası, bibisi, qaynanası və s. Yəni insana yox, kişiyə onun məhrəmləridir və başqalarının qadınlarıdır, başqalarının nicahı altında olan qadınlardır. Ümumiyyətlə, yəni nicahsız bütün qadınlar kişiyə şəhvətin sərhəddidir və bu sərhəddin keçilməsi hətta iki şəxsin razılığı əsasında olsa belə bu zina adlanır. Yəni istəklərin isə eyni cinslər arasında baş verməsi artıq bu insan cəmiyyətinin, insanlığın degradasiyasıdır ki, bu hazırda dövrümüzdə də baş alıb getməkdədir. Həqiqətən biz bunun qarşısını ala bilmərik. Bu onsuz da sürətlə vüsət alır. Dövrümüzdə də televiziyalarda həmin kişi adı altında olan bu nakişilərin əzilə-büzülə verilişlər, əsasən də ictimai verilişlər apardığını da şahidi oluruq və bu şəkildə bizə, cəmiyyətimizə, ailəmizə bu ideologiyada daxil olur. Bununla mübarizə aparmağın yolları var. Böyük İslam alimləri də bunun yollarını göstərmişlər. Həqiqətən də onların başında ilk növbədə ailələrin düzgün şəkildə uşaqları tərbiyələndirməsindən gedir ki, bəziləri utanırlar, fikirləşirlər ki, uşağa belə şeylər demək olmaz. Qətiyyən bu düzgün deyildir. Uşağa deməklə uşaq heç bir şey olmur. Əksinə, uşaq daha da savadlanır, elmlənir və bu işi onsuz da yəqin indiki hamı şahiddir ki, uşaqlara da telefonlar, mobil telefonlar ayrılıb verilir və artıq onlarda şəbəkələr əlçatandır. Ona görə də uşaqlara bu işin nə qədər ilgəc və təhlükəli olduğu aşılanmalıdır. Uşaqlara
dəqiq məlumat verilməlidir. Əsasən də analar, atalar deyil, analar bununla məşğul olmalıdırlar. Çünki övladlar daha çox ana ilə münasibət qururlar və bir də dövrümüzdə biz bəzən uşaqların, az yaşlı uşaqların belə oğlan uşaqlarının əsasən də daha incə hərəkət etməyinin, onların səslərinin də incə olmağının şahidi oluruq ki, valideynlər bunun bildiyimiz kimi müalicəsi var. Bu oğlanlarda qız-qadın hormonlarının çox olmasıdır ki, və bunun da müəyyən zaman çərçivəsində müalicəsi mümkündür. Ona görə valideynlərə tövsiyəmiz odur ki, mütləq surətdə bu əlamətləri uşaqlarda gördükdə onları qorumaq, ətraf mühitdən onları müdafiə etmək, başqaları ilə mübahisə etmək əvəzinə uşaqlarını həkimə aparsınlar və vaxtında onların müalicəsinə nail olsunlar. Göründüyü kimi, hörmətli dinləyicilər, bu böyük günahlar içərisində ən iyrəncidir və insanın əbədi cəhənnəmə salan və oradan əbədiyyən çıxmayacağı bir iyrənc bir hərəkətdir ki, Peyğəmbər əleyhissalam da ümmətinin bu günaha düşməsindən çox çəkinmişdir və biz də günümüzdə həm ailəmizi, həm ətrafımızı bu günahdan xəbərdar etməliyik və bu günaha qarşı mübarizə aparmalıyıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.